Dostlar, hər kəsə salam olsun. Bu gün sizlərlə məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanunundan qızıl qaydalara baxacağıq. Qeyd edim ki, digər mövzular haqqında da qızıl qaydalar adında videolar paylaşmışam. O videolara baxmaq üçün playlist hissəmizdə, YouTube kanalımda playlist hissəsinə daxil olaraq baxa bilərsiniz. Və onu da qeyd edim ki, ən son xəbərlərdən məlumat almaq üçün isə mənim WhatsApp və Telegram qrupuma üzv ola bilərsiniz. Gəlin vaxt itirmədən keçək bu qızıl qaydalara. Birinci qızıl qaydamız budur ki, Azərbaycan Respublikasında yalnız qanunla təsis edilmiş məhkəmələr fəaliyyət göstərə bilər. Yəni, əlbəttə ki, Azərbaycan Respublikasının qanunlarından söhbət gedir. Daha sonra hansı məhkəmələrin yaradılması qadağandır? Bax, bu məhkəmələrin yaradılması qadağandır ki, biri fövqəladə məhkəmələrdir. Bunlar daha çox yaradılır, müharibə zamanları yaradılırdı. Xüsusən də İkinci Dünya müharibəsində bu məhkəmələr yaradılmışdır. Ölüm hökmünün verilməsi ilə bağlı olur çox zaman və bir də xarici dövlətlərin məhkəmələrinin yaradılması qadağandır, yadınızda saxlayın. Və əlbəttə ki, üçüncü də var ki, söhbət gedir bu qanunla, yəni məhkəmələr və hakimlər haqqında qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması da qadağandır. Ancaq digər məhkəmələrin yaradılması əgər suala düşərsə, o zaman onu götürürsünüz. Məsələn, yazılı ki, hansı məhkəmələrin yaradılması qadağandır, digər məhkəmələr varsa bunu doğru cavab kimi götürmürük. Yəni bu qadağan deyil. Sadəcə burada iki məhkəmənin adı çəkilir. Daha sonra keçirik digərinə. Bu sual da çox tez-tez düşür. Söhbət nədən gedir? Burada da bu işarə gəldi, düşdü bura. Konstitusiya Məhkəməsinin fəaliyyəti və hakimlərin statusu bu Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur. Yəni Konstitusiya bərabərdir elə Konstitusiyaya. Adı necədirsə, cavabı da ona uyğun olacaq şəkildə olur. Yəni belə sualda olanda ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti nə ilə müəyyən olunur, yazmayın ki, məhkəmə və hakimlər haqqında qanunla. Daha sonra keçirik digərinə. Digəri isə məhkəmənin vəzifələrindən söhbət gedir. Məhkəmənin vəzifəsi əlbəttə ki, yalnız və yalnız ədalət mühakiməsi və məhkəmə nəzarətinin həyata keçirilməsindən ibarətdir. Ədalət mühakiməsi aydın olduğu şəkildə, yəni burada qanunlara əsaslanaraq mühakiməni ədalətli şəkildə eləyir və məhkəmə nəzarətinin həyata keçirilməsi məsələsi var. Bu isə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada olur. Yəni, əgər hər hansısa bir icra edici orqan bizim haqqımızda müəyyən bir məsələn, bir qərar verirsə, belə deyək, bir protokol yazır və s. biz o zaman məhkəməyə şikayət edirik və məhkəmə də baxır ki, bu qanuna uyğundur, yoxsa yox. O zamanları həmin əgərlərə uyğun deyilsə, həmin o qərarı ləğv edir. Yəni bunun haqqında uzun danışmaq olar, sadəcə mövzumuz bu deyil, qızıl qaydalardan danışırıq. Daha sonra və qeyd olunur ki, məhkəmələr Azərbaycan Respublikasının konstitusiyasında və bu qanunda məhkəmələr və hakimlər haqqında qanunda nəzərdə tutulmuş digər vəzifələr də həyata keçirirlər. Daha sonra məhkəmələrdə işlərə baxılması qaydası ən çox imtahanlarda bizim qarşımıza düşən suallardandır. Baxın, bir var birinci instansiya məhkəməsi və əlbəttə ki, bir də yuxarı instansiya məhkəmələri var. Birinci instansiya məhkəmələrində işlərə necə baxılır? Birinci instansiya məhkəmələrində işlərə tək hakim baxır və yaxud da ki, 3 hakimdən ibarət tərkibdə baxılır. Və daha sonra davam edirik. Ümumiyyətlə onu da qeyd edək ki, məhkəmələrdə, ümumi söhbət məhkəmələrdə gedir, işlərə kollegial və hakim tərəfindən belə deyək, tək başına baxılır. Bunu da yadınızda saxlayın. Bu hissədə gəlib düşüb kollegial şəkildə. Ümumiyyətlə bunu da xətt çəkin belə. Birinci instansiya məhkəmələrində tək başına və ya 3 hakimdən ibarət olur. Baxın, birinci instansiya tək, yəni bir hakim belə yadınızda saxlayırsınız. Və bir də apellyasiya, kassasiya instansiyalar məhkəmələri var ki, burada isə 3 və ya daha çox hakimdən ibarət tərkibdə baxılır. 3 və ya 3 plus yazmışam. Bura gördüyünüz kimi belə də yadınızda saxlaya bilərsiniz. Daha sonra keçirik digərlərinə. Qərarlar Azərbaycan Respublikası adından çıxarılır. Bu qərarlar əlbəttə ki, mən bunu ümumiləşdirmişəm. Qətnamələrdir, hökmlərdir, qərarlatlardır və qərarlardır. Bunları qərarlar adında birləşdirmişəm və bu Azərbaycan dövləti yox, uşaqlar, bir çoxunuz bunu səhv götürürsünüz. Azərbaycan Respublikasının adından çıxarılır. Daha sonra həmin bu qərarları bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq vaxtında və dəqiq yerinə yetirilməlidir. Bu isə baxın, buradan baş hərflərlə MDV kimi yadınızda saxlaya bilərsiniz.
Bax, bu hissəni ümumi qısa şəkildə belə yadınızda saxlaya bilərsiniz ki, məhkəmə bir qərar verir, qərar yazır. Bu, bir ay ərzində anonimləşdirilməklə, belə deyək, yayımlanır və bütün fiziki və hüquqi şəxslər bunu icra etməlidir. Və yaxud icra etməyəndə nə baş verir? O zaman Azərbaycan Respublikasının qanunverici ilə nəzərdə tutulmuş məsuliyyətə əlbəttə ki, səbəb olur. Yəni bir burada önəmli məqamın da biri budur ki, məhkəmənin bütün qərarları bir ay ərzində olur və bir ay ərzində gec olmayaraq daha doğrusu anonimləşdirilməklə elektron qaydada yayımlanır. Onda diqqətli olun. Baxın, buradan da yazıram elektron qaydada. Bax belə. Daha sonra burada qeyd olunur ki, hər bir şəxs qanun və məhkəmə qarşısında bərabərdir. Bildiyiniz kimi Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququnda orada hamı sözü yazılmışdır. Ancaq maddə 7 məhkəmələr və hakimlər haqqında qanunda isə qeyd olunur ki, hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında belə deyək, ədalət mühakiməsi həyata keçirilir. Yəni diqqətli olun burada. Daha sonra müdafiə hüququndan da danışa bilərik. Maddə 10-dan söhbət gedir. Burada isə qeyd olunur ki, qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz hüquqi yardım göstərilir və istənilən mərhələsində məhkəmənin müdafiə hüququ təmin edilir. Daha sonra bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır və bütün hallarda da məhkəmələrin qərarları açıq elan edilir. Düzdür, məhkəmənin qapalı halları da olur. Yəni o barədə də əslində biz danışa bilərdik, ancaq bu qızıl qaydalardır. Əsas və məqamları burada qeyd edirəm. Məhkəmənin dili isə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 10-cu hissəsi ilə müəyyən olunur. Yəni həm Azərbaycan dilində ya da müvafiq əhalinin, yəni çoxluq təşkil etdiyi dildə olurdu məhkəmənin dili. Daha sonra burada ən önəmli məqamlardan biri də budur ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr. Bax, bu məhkəmələr burada sıralandığı kimidir, ancaq ədalət mühakiməsini həyata keçirməyəndə məhkəmə var ki, bu da Konstitusiya məhkəməsidir. Qeyd etmişdik ki, Konstitusiya məhkəməsi əsasən maddələrin şərhi ilə məşğul olur və onun vəzifələri haqqında da Konstitusiyada geniş şəkildə yazılır. Və bir də məhkəmələrdə hakimlərin ümumi sayı Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyənləşdirilir və hər bir məhkəmə də müstəqil hüquqi şəxsdir. Publiki yox, hüquqi şəxsdir və Azərbaycan Respublikasının dövlət gerbinin təsviri həmin bu məhkəmələrdə vardır. Təsviri olan möhürü daha doğrusu. Bununla da uşaqlar qızıl qaydalar bitmişdir. Güman edirəm ki, bu mövzu hər birinizdə daha asan şəkildə yadınızda qalacaq və imtahanda da hər birinizə kömək olacaq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.